Nigar, səni ən çox kim oxşadırlar? Yox. Amma mənim cavabım var özü. De. Yox, birinci Yox, sən eşit. Bilirəm o nədir, amma mən özümü oxşatdığımı deyəcəm. Son vaxtlar Monika Bellucci'yə baxıram. Monika Bellucci oxşursan. Yango bir də baxım. O gözlə bax. Bilmirəm, Hardasa yəni belə hansımızınsa gözündə problem var. Mən səni kim oxşadıram? Kimə? Zita və Gita filmindəki Zita Gita'nın BBC-də səfərlərim. Mən Monika Bellucci'dən hara gəldik biz? Yox, hələ bir davamı da var. Kimdə o? Amma 1, 2, 3. telli borçalı. Həqiqətən çox oxşuyursan Nigar. Olsun, çox Oradan sağ mən də diqqət elədim ki, ikinizin də üzü parıldayır məsələ. Və o yanaqlar spesifikdir. Şahini kim oxşadıram? Onu da deyə bilərəm. Kimə? Jonah Hill'ı oxşadıram səni. Bir stili var da saqqalının da uzun olduğu vaxt Wall Street filmində DiCaprio ilə olan möhtəşəm rolundan da tanıya bilərsiniz. Mən idim, DiCaprio'ydu. Oturmuşduq söhbət eləyib. Özümdən oyan oxşadan olmuşdu. Hə, o- Bu günə qədər ən piki oydu. Bilirsən o Tom Jerry'dəki Spike var. Orada necə oxşatmışdım? Mən həmin də ərəfədə bir dənə belə boz rəngdə bir kurtka geymişdim. Baxdım ki, həqiqətən çox oxşuyuram Fil ona. rəngində. Həbib hamı oxşayır bu arada. Orta statistik Azərbaycanlı. Qafqazda hər 10 nəfərdən biri mənim kimidir aşağı. Özdə davakar tiplər olur, o siqnal verən, o sənə yol verməyən. Məni daha çox bir neçə dəfə oxşadıblar. Bir futbolçu var. Ronaldo. Luis Suarez yox, Ronaldo. Səncə oxşayıram mən? Mən Monika olandan sonra sən niyə Ronaldo olmuş? Olmamısan da heç orasındadır ki. Luis Suarez oxşadılar. Bu mənim çox xətrimə dəyir açığı. Və oxşadığımı da düşünmürəm yeri gəlmişkən. Oxşamırsan. Çox sağ ol.